İndiyə qədər mən düşünmürəm ki, hansısa bir milli komanda o qədər ulduza malik olardı. Onlar Ronaldo, Rivaldo, Roberto Carlos, Cafu, Lucio, qapıçılar, Marcos, Dida, yəni hamını xatırlayıram, Ronaldinho, onların o möhtəşəm o qurduğu belə deyim, tandem var idi və bu komanda uğurlu olurdu və burada ən böyük səbəbkar da düşünürəm ki, baş məşqçi Luis Felipe Scolari idi ki, Scolari o qədər ulduzla baş çıxara bilirdi və indiki Braziliyanın başında məhz Scolari'nin belə deyim, tərzini müəyyən qədər oxşar və bu egoları, bu ulduzları idarə edə biləcək bir şəxs Carlo Ancelotti var. Papa Carlo bu şeylərin ən yaxşı bacaranlardandır. Milanda, Realda biz görmüşük ki, o çıltaq Braziliyalılarla, o mentalitetə malik olan futbolçularla işləyə bilir, onları özünə inandıra bilir. Məsələn, bəzən deyirlər ki, Carlo Ancelotti müasir futbolda bəlkə də texniki, taktiki planda indiki müasir dönəmin notebook baş məşqçiləri deyirlər, o baş məşqçi nəslindən. Onlar qədər taktik, o da müəmmalıdır, yəni sual doğuran məsələdir. Olmasa belə, o çox yaxşı psixologiyanı bilir, oyunculara inandıra bilir, onlara azadlıq verir meydanda və həmin oyuncular %100'ünü meydana qoyaraq yaxşı nəticələr qazanırlar. O 2002 Braziliyasından 2026 Braziliyasında paralel aparsa o baş məşqçilərin bu məsələsini qeyd edə bilərik.